Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzinin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin 140 illiyinə əsr olunan silsilə ustad dərsləri davam edir. Layihə çərçivəsində növbəti dərslər violin və violonçel ifaçılığı üzrə keçirilib. Əvvəlcə əməkdar müəllim Hökümə Əliyevanın iştirakı ilə Rəşid Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbində violin, daha sonra əməkdar incəsənət xadimi Nəzmiyə Abbaszadənin iştirakı ilə Leopold və Mstislav Rastropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbində violonçel ixtisası üzrə ustad dərsləri təşkil olunub. Qeyd edək ki, 12 ixtisas üzrə keçirilən ustad dərsləri oktyabrın 18-nə kimi davam edəcək. Çox rəngarəng repertuarları var idi. Müəllimlər üzərlərində çox faydalı işlər görüblər, çox çalışıblar və bu düşünürəm ki, belə bir ustad dərslərinin keçirilməsi çox labüddür. Çünki onların peşə səviyyəsinin daha da artmasına və ali səviyyədə gələcəkdə Azərbaycanı beynəlxalq musiqi standartları səviyyəsində təmsil etməsi üçün çox önəmlidir. Violonçel alətinə gələn də çox deyil. Son illər biraz artıb, ancaq yetərincə deyil. Problem müəllim problemidir. Violonçel müəllimləri azdır və məktəblərdə o problem var. Ona görə bu cür açıq dərslərin mən hesab edirəm ki, çox faydası olacaq müəllimlərə də, tələbələrə də.